Deməli, qaldığımız yerdən davam edirik. İndi baxaq görək bu consumer function, predicate və s. bunlar nədir? Bunlara baxaq. Məsəl üçün consumer. Consumer istifadə edir, yalan deyirəm. Consumer-a girdik. Baxırıq içəriyə. Baxırıq ki, hə. Bax, consumer görürsünüz, məsələn, functional interface-dir. Yenə nümunəni buradan verəcəm. Məsələn, functional evindən verəcəm. Öz yaratdığımızdan. Fərz elə ki, öz yaratdığın adi bir interface-dir. Və sadəcə olaraq bunun metodunu elə yazmısan ki, bu bir şey qəbul edir, lakin return etmir. Consume da nə deməkdir? Qəbul edən deməkdir, ingiliscədən tərcümədə. Yəni bəzi metodlar işi görəcək, bir iş görəcək, amma heç nə return eləməyəcək də. Buna nümunə olaraq system out println. Məsəl üçün, system out println nədir? System out println. Qəbul edir, iş görür, amma heç nə return eləmir. İndi, məsələn, yenə bir listimiz var. Aya bir imkan ver kod yazın. Listimiz var. List nöqtə for each desəm, for each düzdür, burada string istifadə etmədim. Amma listin özünün for each deyə bir metodu var. O metod consumer qəbul edir. Sistem klassının içində olan static out obyektinin, bax obyektinin dedim ha. Çünki bu println bu obyektin içindədir. Zaten çağırında da fikir verin. Bu println klassa aid deyil ki. Println out obyektinə aiddir. Hansı out obyektinə? Sistemin içində olan out'a. Out'a daxil oluram, baxıram ki, bu out statik olaraq sistemin içindədir. Lakin println out'un içində olan, statik olmayan, obyektə aid olan metoddur. Qəbul edir, heç nə return etmir. Mən for each-ə belə yazanda nə yazmış oluram əslində? New consumer system out println s. Gördün? Consumer o yarat. Yəni içəridə arxada consumer yaradır və sənin metodu bu içəridə istifadə edir. İstənilən növ metod ola bilərdi bu. İndi məsələn mən system out println prosta yazmışam system out println. Məsələn, tutaq ki, bir də metod düzəltmirsən. Public əslində static də yaza bilərəm də, mən burada static consumer yazıram void print sadəcə print string s sistema println tutaq ki name 2 nöqtə plus s. Mən bunu for each-də istifadə etmək istəyirəm. Consumer kimi istifadə etmək istəyirəm. Nə edirəm? Main-in statik olan printini çağırırım. Sadəcə olaraq biz ad olaraq əslində fikirləşməyimiz əhəmiyyətli deyil. Sadəcə olaraq arxada nə baş verdiyini başa düşməyiniz üçün əhəmiyyətlidir. For each consumer tipində istəyir. Sən əslinə baxsan, sənə əhəmiyyətli də deyil bu içəridə nə istəyir, yəni nə tipdə istəyir. Sadəcə sən nəyə baxmalısan? Bunun içəridə istədiyi interfeys, bilirsən ki, functional interfeysdir. Amma bu functional interfeysin növü haqqında sən maraqlanmalısan. Bu functional interfeysin içinə girməlisən. Adı əhəmiyyətli deyil. Çünki adı hər şey ola bilər. Alma, armud hər şey ola bilər. Sən sadəcə baxmalısan. Bu nə iş görür? Hə, bunun bir dənə metodu var. Təkrar edirəm, bu metodda istənilən adda ola bilər. Bunun bir dənə metodu var. Nə edir? Hə, bir şey qəbul edir, heç nə return etmir. Deməli, mən ona elə bir metod verməliyəm ki, o bir şey qəbul etsin, heç nə return etməsin. Arxada yaradacağı obyekt consumer'in ki olacaq və onu implement eləyəcək və mənim sistema println mənim mainimin printini tutaq ki çağıracaq. Yəni o elə hey deyirəm ki, sizə əhəmiyyətli deyil də ki, burada məsəl üçün functiondur, consumerdir. Çünki yekunda vacib olan nədir? Yaranan obyektdir. Hansı növ obyekt yarandı? Yəni o obyekt nəyi implement edir? O obyektin metodu nə qəbul edir? Budur yəni, bu qədər sadə. Buna görə bunun adı consumerdir. Hə. Amma məsələn consumer demə, tutaq ki başqa bir şey vardı. Tutaq ki
Elə iminlə alma yazacağım ki, bunun nə dərəcədə bəsit bir şey olduğunu başa düşəsiniz. Public void məsələn icra et. Public yazmasın da çünki zaten publicdir default olaraq. Və mən nə edirəm? Buna bax. Məsəl üçün indi for each yazmaq əvəzinə deməli function qəbul edən bir şey olsa bir də metod yazıram. Public static void məsəl üçün e, execute yazaq. Qəbul edir alma. Almaya tip verək string alma. Niyə görə? Generic generic verməmişəm da. Ha, alma nöqtə icra et. Ona verəcəyin string. Ona nə string versən o. İndi bax, indi bunu sadəcə bunu çağırıram. Bax, execi çağırıram. Bunların heç birini çağırmıram. Baba. Execi çağırıram. Məndən consumer istəyir. Mən ona verirəm məsələn system out println və verirəm ona bir dənə söz. Tutaq ki, Elvin. Bu exec bunu bura mənimsədə bilir. Niyə? Çünki bu bir şey qəbul edib çapa verir, heç nə return etmir. Elə bu da elə bir şey istəyir ki, bir şey qəbul etsin. Onun icraətini çağırsın və heç nə return etməz. İndi mən bunu dəyişib bura consumer yazsam, yenə də eyni yola çıxır. Sadəcə olaraq consumer'in metodu accept. Gördünüz? Ha sənin alma, ha da consumer. Sadəcə olaraq bunlar daha öncədən yaradılmış hər növ hadisəni qarşılaya bilmək üçün olan functional interfeyslərdir. Məsələn, bir dənə var bir function. Bir function. Bir function nədir? Yəni iki dənə inputum olacaq, bir dənə return'um olacaq, result'um olacaq. Bunu sən özün də yarada bilərdin. Sadəcə olaraq Java öncədən yaradır ki, yəni istifadə edin də özün nəyə yaradasan. Fərqli-fərqli functionlar var. Hə. İndi bu consumer'ın da istifadə olunduğu məqam var. O həmin o listdə məsələn Java onu istifadə edir. Məsələn names.forEach Java bunun içində consumer istifadə edir. Java for each'in içində sənin alma interfeysi istifadə edə bilməz. Niyə? Çünki bu for each daha öncədən yazılıb da. O nə bilsin ki, sən burada alma deyə bir şey yaradasan, onu istifadə edəsən. O öncədən consumer yaradır ki, mən öz for each'in içində consumer'imi istifadə edirəm. Elə siz də götürüb onu implement edərsiniz də bu cürə. Bu consumer'dır. İndi başqa nə var burada? Function baxmışıq. Predict bir functionadır indi. Bir function sadəcə istifadə yerinə harda istifadə olunur ki, bir function? Bir dənə baxın. Bir function Java'nın özündə hardasa istifadə olunur. Bunu nə baxaq. Harda istifadə olunursunuz? Belə əslində yəni görməmişəm nə yalan deyim. Öz sözüm də belə hardasa istifadə olunur görməmişəm. Amma istifadə olunduğu yeri görsəniz, tutaq ki də hər hansı bir metod görsəniz ki, o bir function istifadə edir. Yazıram özümdən bir dənə metod yazıram. Public static void exec bir function qəbul edir. Tiplərini verirəm tutaq ki. Tiplərini verirəm. Nədir bu? Input, output, result. Result'a özüm qəsdən double verim. 2 dənə string nötər olacaq ki, double olsun onda. Bu string olsun. Özümdən bir şey yaradıram da. Bir dənə double A, bir dənə double B, bir dənə string result özüm return edəcəm. Ona görə lazım deyil. Bura string yazaq. Bax indi. Fikir ver. Mənim exec metodum bir function qəbul edir. 2 dənə də parametr qəbul edir. Bu parametrləri bir functiona göndərəcək. A və B-ni göndərəcək bir functiona. Bir function A ilə B-ni qəbul edib string return edəcək. Niyə string return edir? Çünki sən özün yazmısan ki, return type-ım string olsun. Beləliklə də execi çağırıram. Bir function verməliyəm. Məsələn, nə verə bilərəm? A ilə B-ni qəbul eləsin. Şey deyim də, özümdən bir dənə implementasiya yazım da. A və B qəbul edir. Return nəticə A vur B. A vur B. Bu metodun implementasiyasıdır. Göndərdim. A olaraq 5-0 bu vəssalam. Burada nə var? Burada return yazmalıyım yaxşı.
Return. Ama ben bunu böyle de yazabilirdim. Kısa da yazabilirdim böyle. Bu implementasiyadır. Bu A'dır, bu da B'dir. Şimdi bak bu implementasiya tam da buna oturur. Çünkü iki tane input'u var, result'ı var. Input, 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 result. Mənim metodum bu function apply'ını çağırır, aynen beni ötürür ona və geriyə return edir. Beləliklə, sabahlarım maraqlı bir şey yazacağım ki, sizə lazım olsun. Deməli, kalkulyator, bəli, kalkulyator məsələn bunu eləyir. Bax, kalkulyatorun execute-unu çağırıram. Kalkulyator deyirəm ki, işə sal. Deyir nəyi? Kalkulyatorun multiply-ını metodunu göndərirəm içəriyə. Multiply niyə görə qəbul etmədi? AB deyir. Niyə? Statik deyir. Bax, kalkulyatorun multiply-ını bir function olaraq göndərirəm. Çünki bir function double string. Bu double string. 5 ilə 10-u göndərdim. Multiply gedib oturacaq bura. Və A ilə B-ni göndərəcəm içəriyə apply olaraq. Apply da içəridə multiply çağıracaq. A ilə B-ni ötürəcək buna. Cavab gələcək, bitdi. Bir dənəcə bunu indi uzun yazacağım. İmенно bunu uzun yazacağım. Baba, calculator exe new B function kalkülyatorun multiply'ı. İçəriyə ötürəcəm. 5 tane. Baba uzun yazdım, fikir ver. Bir obyekt yarattım. İmplementasiya elədim. Dedim ki, kalkülyatorun multiply'ını çağırarsan, sənə nə ötürürsə, sənin apply-ı exe içəridə sənin apply-ı çağıracaq. Sən də apply-ın çağırılanda kalkulyatorun multiply-ını çağırarsan. Sənin apply-va nə göndərsələr, sən də onları mənim kalkulyatorun multiply-ına göndərərsən. Kalkulyatorun multiply-ı nə return eləsə, sənin apply-ın da elə onu return eləyər. Beləliklə, kalkulyatorun execini çağırdıq. Bura bir function gəldi. Bir function'ın apply-ını çağırdım. Bir function'ın apply-ı nəyi çağırır? Multiply-ı çağırır. Beləliklə, burada multiply çağırılacaq. Ora A ilə B ötürüləcək. Və bu da A ilə B return edəcək. Biz bunu return edəcəyik. Biz də elə bunu nə return edəcək, onu return edəcəyik. Başa düşüldü. Bir dənə də Sadiq xanımın sualına baxacağım. Bu başa düşüldü. Bayaq yazdığımız nümunə bir function değildi. Double ötürüb bir-birinə vurduq. Bahan, Yazıb 3 dənə ötür deyə. vallahi Elvin'in metodunda deyirsiniz. Elvin Lap başda 3 Elvin, dənə deyildi. vallahi onu bilmirəm. Qayıtmaya hardadır o. Elə orada da elə yəni belə string double yazdıq eyni şəkildə. Prosta adın function qoyduq da bir function qoymamışdıq. Şeydə Bəli, nəticə plus yazmışdıq. Nəticə Elvin'in metodunda bir kəlmə desəz mən hə yox deyəcəm. Prosta demirsiniz onu. Elvin'in metoduydu ay qardaş. Elvin function. Əvvəlciyyətimizdən. Mən dala da qayıda bilmirəm. Heç dayım görüm. Nə qədər dala qayıdım görsün. Dərsim da getdi əvvəlinə çıxdı. çox deyil o mən. Çox daldıydı. Hə, çox daldaydı. Hayırlı Heç olsun. qayıtmayın onda. Məncə də yəni çətin məsələdir. Bəs orada da 3 dənə ötürdü, amma bir function yox, functionlar var. Təkrar edirəm. Bax, bu funksiya məsəl üçün niyə görə var? Bax, bu niyə görə var?
Bu ona görə var ki, həm birincisi sən özün yaratmayasan, ikincisi isə bunu Java'nın yaradıcıları özləri qoyublar ki, əgər işdir JDK-nın içində hər hansısa bir yerdə bir function lazım olsa, özləri öz interfeyslərini istifadə edə bilsinlər. O axı bilmir axı, məsəl üçün Səadət xanım gələcək nə vaxtsa burada məsəl üçün iki parametr qəbul edib bir dənəsini return edən interfeys yazacaq, mən o interfeysi işlədərəm. O bilmir də. Ona görə də Java-nın qurucuları özləri üçün bu interfeysləri yaratmalıdırlar ki, bax necə ki consumer-i for each-də istifadə edirlər ha. Onu həm səndən yana yaradıb, həm də özündən yana yaradıb da. Həbə köməklik elədən niyə belə eləyirsən sən axı? Bax o. Səhərdən köməklik eləyən şey indi köməklik eləmir. Niyə? Küstü deyəsən. Bax, for each-də görürsüz, consumer özü elə for each-in içində lazım olub da ona. For each-in içində özünə lazım olub ki, elə bir interfeysi olsun ki, bir şey qəbul etsin, heç nə return etməsin. Java-nın qurucularının özünə lazım olub bu. Ona görə də bunu yaradıblar. Sən bu istifadə etməyə də bilərsən. Yəni bu konsumeri istifadə etməyə də bilərsən. Özün üçün başqa bir interfeys də yarada bilərsən. Amma bu iterable interfeysi içinə adamlar bunu əlavə ediblər. Deyir ki, mənə lazımdır axı deyir, belə bir functional interfeys mənə lazımdır. Bir şey qəbul etsin, heç nə return etməsin. Ona görə də özündən yəni yaradıb. İndi bu bir functionu 100% harda istifadə edirlər? Sadəcə olaraq bilmirəm, yəni mən görməmişəm bunu istifadə edildiyi yer. Amma milyon faz hardasa istifadə edirlər bunu. Ona görə yaradıblar ki, bizim elə özümüzə lazım olacaq yaradaq. Məsələn, bundan kökünə geçsəz, daha fərqli-fərqli functional interfeyslər var. Double supplier, double function, yəni maksimum çalışıblar ki, olsun da. Nə bilim, int supplier, int predicate, int function, supplier da deyirsən şeydir. e, Heç nə qəbul etmir, amma return edir. Yəni, fərqli-fərqli şeylər yaradıblar da. Bunlar functional interfeyslərdir. Predicate-ə baxaq. Predicate yaxşıdır, lazımdır. Məsəl üçün, mən bunu elə hiss edirəm. Bax, məsəl üçün, names.filter deyirəm. Burada stream işə düşür, filter. Intermediate metodu işə salıram. Filtrə deyirəm ki, string, məsələn, is blank demək istəmirəm. Is not blank demək istəmirəm, da deyə bilmirəm. Is blank deyirəm, sonra to list deyirəm. Və return edir, tamam. Bax, buna bax, predicate istəyir. Predicate nədir? Şərt. İndi predicate içinə girək. Predicate bir şey qəbul edib boolean return edən functional interface. Javaçıların, yəni qurucuların özünə lazım olub. Lazım olur ki, mən filtrdə nə işlətməliyəm, onu işlətməliyəm də və deyir. Elə bir metod ötür ki, isBlank elə bir metoddur. Heç nə qəbul etmir, amma return eləyir. Və beləliklə bu hər bir elementə bunu tətbiq edəcək. İndi burada məsələn bizə isNotBlank lazımdır, düzdür? Faktiki olaraq lazımdır da. Burada bir dənə public static boolean isNotBlank və gəlsən bura main isNotBlank. Belə işte blank olmayan elementlərin hamısını filtre edib return edəcək. Predicate. Burada da bu istifadə olundu. Bir function config falan dedik. Əla. For each'i də dedik. Bu da əla. Optional'a baxaq. Optional null pointer exception'ın qarşısını almaq üçün istifadə olunan bir şeydir. Amma mənim üçün praktikada mənim əlim ayağıma dolaşan bir şeydir. Yəni bunu da deyirəm sadəcə olaraq niyə yaradılıb onu da deyirəm, amma mənim əlim ayağıma dolaşır. Məsəl üçün adam deyir ki, sən bir metod yazırsan, tutaq ki, adicə bir user axtarmaq şeyi yazırsan. Deməli var bizdə user məsələn entity'lərdə var da student entity əla. Public static student entity. Məsələn bir şeylər return edirsən. Find by ID. Sağ olsun şey yazdı bir dənə mənim üçün oyda da buna da çox biraz şey o çətin oldu. Biz belə bu studentdən də istifadə eləməyək. Özümüzdən bir dənə student düzəldək. Public static class. Ay sağ olsun. Bəli. Bu bizim burada yaratdığımızdır. Deməli verirsən ID-ni.
Bu götürür, bu listi string vasitəsilə filtr elətdirir. Hər bir studenti yoxlayır. Studentin ID-si mənim axtarmaq istədiyim ID-yə bərabərdirmi deyir. Bərabərdirsə find first deyə bir metod var. Bu find first niyə görə var? Çünki bu optional qaytarır. Yəni ilk qabağıma çıxanı götür deməkdir bu. Sən əgər belə or else null deyə bir şey var, bu nədir? Bax. Məsəl üçün found element deyirəm buna. Find first tane optional qaytardı. Found element deyə bir şey. Bu optional içəridə bəzi metodlar daşıyır. Məsələn, if found element is present. Yəni içində bir şey varmı? Bu hər zaman bu element hər zaman not nulldur. Bu içində saxladığı null ola bilər, amma özü həmişə not nulldur. Əgər içində bir şey varsa, deyirsən ki, return et found element nöqtə get. Əks halda null falan filan. Amma bu cürə yazarsansa optional yazmaq mənasızdır. Bu cürə yazarsansa ondan sonra belə bir şey yaz. Found element or else null. Çünki bu zaten sənin orada if-lə yazmaq istədiyi eləyir. İçəridə yoxlayır. Əgər ki is presentdirsə value-nu qaytar, deyilsə null qaytar. Amma bu optional niyə görə yaranıb? Sən birbaşa found elementi qaytarırsan. Yəni optional qaytarırsın. Və dəyəri aldın, məsələn. Burada bəzi metodlar var. Məsələn, bax, map metodu. Biz student entity-ni şeyə çeviririk ya. Bax, bu kontrollara baxın, yerindəcə qəşəng bir şey göstərim sizə. Deməli, find hardadır? Get student, əla. Bax, servisin içində görün nə edirik? Servisin içində repositordan alırıq, find by ID deyirik. Bunu uzun yazmışam da, çünki sizə əvvəl Java 8 keçməmişdim, baxın. Alıb yerindəcə or else null demişəm. Amma mən bunu belə yazıram. Optional qaytardı mı bunu? Mən bunu or else null desəm, optional'ın ki, boşunu işlətmiş kimi o bir şey oluram. Bu cürə yazanda, bax fikir ver. Məsəl üçün də mən məqsədim nədir? Bu mənə optional qaytardı. Mən də optional'a deyirəm ki, qardaş, içəridə heç nə yoxdursa, yəni tapa bilməyibsə, mənə student entity-ni null kimi ver. Sonra da bu student entity-ni mapper vasitəsilə DT-yə çeviririm, qaytarırım. Amma indi optional'ın optionallığından istifadə edəcəm. Necə? Bunu silirəm. By ID, yəni optional'a deyirəm ki, map student mapper to DTO yerindəcə map elətdirirəm. İndi geriyə məsəl üçün burada da məsələn optional qaytarmırıq da, amma optional qaytarsaydıq necə olardı? Ores lazım deyil. Heç bu da lazım deyil. Gör nə qəşəng belə bir ki şokolad kimi kod olacaq da belə zəncirvarı gedəcək. Bax. Kod gəldi mi? Ifim, cifim heç nəyim yoxdur. Gəldiyi yerdə map dedim. Student mapper to DTO. Yəni bunun referansını istifadə etdim ki, map'ə verdim. Bu mənə yenidən optional qaytardı və tapa bilmişdisə içində null olan optional qaytaracaq. Tapa bilməmişdisə mapper'ə verib, DTO-ya çevirib, entity-ni DTO-ya çevirib, içində DT olan optional qaytaracaq. Yəni əvvəl-axır optional qaytaracaq. Bunu çağıran kimdir? Buradır. Kontroller. Kontrollerdə görürsən bu da DTO istifadə edir də. Artıq bu da optional əldə edir axı. Optional əldə edir. Bu optionala mən map deyib bunun referansını verə bilərəm. Or else null deyə arxada, yəni ən sonda da artıq or else null deyə bilərəm. Kodu indi biraz yəni optional alıb optionalın içindən çağırdım ki, başa düşəsiniz. Amma bunun ən sadəsi görünən gözəldir. Bunu çağırdın. Çağırdığından cavab gəldi. Yerindəcə map'ini çağırdın. Map'ə verdin. Axırda or else null dedin. Və elə bunun özünü return elədin. Koda indi baxın. Bu get student by ID-ni çağırdı.
Bu mənə optional qaytarır. Map deyirəm. Student response map'ın from business to response'unu çağır. İçəridən dolu qayıdıbsa, yəni içəridən qayıdan optional'ın içi doludursa, ona bunu tətbiq edəcək. Deyilsə, tətbiq etməyəcək. Və mən yekunda artıq response qaytarmalıyım. Yox. Ya dolu, ya boş. Ores null deyəcəm, return edəcəm. Və beləliklə bu zəncir əsnasında heç bir halda mən null pointer exception ala bilmərəm. Çünki onun if-inə, cif-inə bunun özü içəridə baxasıdır. Və mən burada maraqlı bir şey edə bilərəm. Ores null demə əvəzinə, məsəl üçün. Ores empty bir obyekt də qaytara bilərəm. Və bunu bu arada belə yazmaq olur. Yəni olur da axı, niyə bilirsiniz? Yaxşı da, bu kodu görmüşəm axı mən. Nəsə, yaxşı, dəymirəm ona. Və beləliklə ki, mən geriyə düzdür, null qaytarmıram, amma içi boş olan bir obyekt qaytarıram da. Frontenddə də görəcək ki, bunun ID-si zadı yoxdur. Heç onu istifadə edə bilməyəcək. Amma indi null da yaza bilərsən. Və gördünüz, optional necə kömək elədi. Təzədən zəncirin içinə daxil oluram. Servis repozitordan alır. Optional alır. Optional deyir ki, DTO-ya çevir. Bu referans vasitəsilə. İndi bir dəqiqə, ha, bu map var, ha. Bu map işi DTO-ya çevirmək deyil. Bax, təkrar edirəm, gözünüzü diqqətlə açın, baxın. Bu map DTO-ya çevirmə işini görmür. Sən bunu ötürürsən deyə o işi görür. Sən bura başqa bir şey ötürürsən, sən bura çap et desən, aldığı entity-ni çapa verəsidir. Yazıram hətta. Yəni, başa düşərsiniz ki, o map sadəcə olaraq referans istəyir. Deməli, məsəl üçün, student DTO deyəcəm. Tamam mı? Məsəl üçün, to DTO deyəcəm, entity götürəcəm. Yalandan çapa verəcəm. Mən bu dəqiqə çapa vermək istəyirəm. Sənin nə işin var, mən neyim? Sonra da null return eləmək istəyirəm. İndi bax, mən bura student servisin statik olan to DTO-sunu çağırıram. İndi deyə bilər, to DTO da deyil. Məsələn, deyirəm ki, çap et deyirəm mən buna. Buna bax, çap et. Yəni bu map işi DTO çevirmə deyil. Mən ona DTO çevir funksiyasını verdiyimə görə DTO çevirir. Bu mapin işi optional'ın içində bir şey varsa, onu sənin verdiyin metoda göndərməkdir. Sən də içəridə DTO-ya çevirirsənsə, DTO-ya çevir, çevirmirsənsə, nə varsan elə. Sən mənə return elədiyin şeydə mən səndən qəbul edəcəm. İndi qayıdıram mapper-a. Bu mapper-ın to DTO-su qəbul eləyib DTO-ya çevirmək işi görür deyə, avtomatik olaraq sənin mapin bunun köməkçiliyi ilə buradan gələn entity-ni DTO-ya çevirmiş oldu. Geriyə qaytardı, içində DTO olan optional. Sənin kontrollerin optional aldı. İçində data var idisə, o datanı bunun vasitəsilə o DTO-nu response DTO-ya çevirdi. Ores null dedin, boş gəlmişdirsə, DTO falan çevrilmədi, null qaytardı, null da verdin ekrana. Optional'ın zəncirvari o gözəlliyini yaratdığını və null pointerin qarşısını aldığını başa düşdünüzmü? Yaxşı. Map, flat map və reduce. Oydu da. Map, flat map və reduce. Baxaq görək bu map'i bir dənə mən. Map'i bir dənə qayıdaq görək. Ha, map zordur da. Ki bu map nə eləyir? Zor map. Ha, bir dəqiqə, map'i sərdən mən sizə map izah edirəm də. Bu nədir? Map'i zaten sərdən izah edirəm amma. Gəl mən təzədən yazdım, yaxşı. Klası silməyim. Bax, entity'ləri, amma list formasında deyək də. Bu entity'ləri partapa çevirmək istəsən şeyə, DTO-ya. Students.stream.map S-i qəbul edirəm, yəni hər birinə S gözü ilə baxıram. S-i qəbul edirəm və nə varaq? DTO deyəcəm, amma DTO-muz da yoxdur. Burada public, static. Ay, sol sən, görüm, student. DTO, qəşəng. Amma bu nə qarmalıdır? Siz bunun içində bir dənə metod olmalıdır. Public, static, student, DTO, from entity, qəşəng. Bax, indi gözü içində from entity yaratdım ki, entity qəbul edib DTO qaytarsın. İndi nə qalıram, bax. Buna deyirəm ki, student
DTO from entity. Bax, student DTO from entity'sini çağıracağım hər dəfə, hər bir element üçün. S-i bu arada sildim də. Niyə? Çünki s nöqtə e, student DTO from entity belə də yaza bilərəm. S-i qəbul edib metodu çağırıb S-i ötürə bilərəm. Amma bu zaten referansı ötürsəm də baş verəcək də bu cürə. Özü içəridə ötürəcək. Və yekunda hər bir əmələ gəlmiş DTO-ları for each vasitəsilə çapa verə bilərəm. Və yaxud to list deyib onu listə çevirə bilərəm. Beləliklə yekunda DTO list almış olacam. Entity listindən DTO list almış olacam. Bu mapdir. Bir də map reduce var. Sorry, flat map var. Aya bu flat map'ı bir daha xatırlamağa çalışıram. Interviewdə də soruşurlar, amma nə bilim praksiyada lazım olmur da bu. Flat map soruşurlar. Bir dənə düşünüm yolla. Bu nə qarır da bu flat map. Yadımı salmağa çalışıram. Deyirsən 2 dənə map düzəldirdin. Ondan bir dənə flat map düzəldir. Bir dənə baxım. Düşünüm. Mən yazdım burada yazır ki, hər elementi başqa streamə çevirir. Bir də bütün streamləri yazsılaşdırır. Yəni tək bir stream kimi birləşdirir. Ha, 2 dənə streamimiz olmalı. O streamlər birləşir. Bir dənə fikirləşim bir saniyə. Oldu. Function içində sənə həm deyir ki, həm function ver, həm də stream ver deyir. Və o 2 dənə streami birləşdir. Yəni ki, 2 dənə burada şey olmalıdır. Student 2 deyək də. Student 2 deyək. Aya, içini dolu ver də. Bunun daha niyə belə eləyirsən ağzına? Niyə gəlib vacib yerdə dayanırsan sən? Görək. Şuna baxayım. Ay qardaş. Mənə John ver. Ha, Bob ver, John ver. Ha. İndi biz nə qalmalıyıq ha? Bu 2 dənə bu streami, 2 dənə listə flat map elətdirə bilməliyik. Amma burada bir dənə maraqlı bir şey var uşaqlar. Stream var ha. Sadəcə o situasiya da gəldi. Situasiyanın yerindən deyirəm. Bu 2 dənə şeyi məsələn birləşdirmək istəyirsiniz. Stream.off deyirsiniz. Bura verirsiniz. Ay sağ ol. Canı yerim. Prosta nədir sənin dərdin? Nə DTO-dan ona görə. Ay sağ ol. Sadəcə olaraq maraqlı bir şey var. Flat map studentlə bunu götürdü. Bu 2 dənəsini 2 streamini birləşdirdi də. Və bu 2 dənə streamdən flat map stream dedik. Növbəti streami düzəltdi. Sadəcə bunu nə demək istəyirəm? Bunun içi var ha. Bunun içinə fikir verin. Flat map bizdən nə istəyir? Bir dənə function istəyir. Bu list qəbul edir. Geriyə stream verir. Amma sən bunu buradan silsən, students nəsə lazımdır. Gedim otağıma da bir kəndi söz deyim. Okey. İndiki halda məsəl üçün burada flat map'a baxaq. Bax, bununcu function istəyir. Hansı ki bu function main qəbul edəcək. Geriyə string verəcək. Geriyə başqa bir string verəcək. Bu function main qəbul edəcək, geriyə string verəcək. Bu necə bir function ola bilər? Onu fikirləşirəm. Bu necə bir function ola bilər ki?
Ee, main student qəbul edir. Amma geriyə string verir. Geriyə növbəti bir string verir. Bu necə bir şey ola bilər ki? Bu necə bir şey ola bilər ki? Ah. Bayaqçı başa düşüləndi. Bir dənə bayaqçına qayıdaq, bayaqçının üstündə izah eləyim. Bayaqçı başa düşüləndi. Niyə? Bax, bu flat map option, bu flat map deyir ki, mənə elə bir funksiya ver ki, o funksiya fərqi yoxdur. Bir element qəbul eləsin, amma geriyə string versin. Geriyə yekun bir string versin. Yəni mən e, başqa bir stream yaradacaq. Yəni başqa bir streamə çevriləcək. Məndən öncəki nə vermisənsə o başqa bir streamə çevriləcək. Və beləliklə bu funksiya məhz listin stream funksiyası. Ə, baxaq. Bu listin stream funksiyası açığı stream qəbul etmir axı. Bəs necə o iki dənə streami birləşdirir? Bu iki streami necə birləşdirir? Bu içəridə ehtiva edir onu. İki dənə stream içəridə ehtiva edir. Sən flat map'in listinin streamini çağırırsan. Listinin streamini çağırırsan. Bəs bura nə ötürürsən? Bir dənə baxaq. Streamin flat map'indəyim. Bu elə bir functiondur ki, T qəbul edir və geriyə string verir. T qəbul edir, string verir. Okey. Bu elə bir functiondur ki, yox. Bu elə bir functiondur ki, list qəbul edir və string return edir. Axı bu list qəbul edir. Hə. Dayan. Bayaqki söhbətdir də, o stringdəki xüsusi yanaşmadır. List qəbul edir, string return eləmir. Burada da list string verir baxın. Flat map'ə gələn list obyektinin özünün stringini çağıracaq. Flat map'ə gələn list obyektinin özünün stringini çağıracaq. Necə ki bayaqlarım string obyektinin özünün to uppercase'ini çağırmırdı. Ona görə flat map'ə gələn list obyektinin görəyim. Niyə belə? Niyə qoymursan? List obyektinin string metodunu çağıracaq. Və yekunda da string bizə return eləyəcək. Bu metod aydındır. Çünki bu metod əlimizdə vardı. Yəni belə bir metod var əlimizdə. İşləmə prinsipi aydındır ki, iki dənə listin hərəsinin string metodunu çağıracaq və onları birləşdirib bizə elə stringdə qaytaracaq. Bax fikir ver, studentin özünün stringi var. Student 2-nin də stringi var. Hər ikisinin stringini çağıracaq, bunları birləşdirib bizə qaytaracaq. Okey. İndi fərz eləyək ki, iki dənə list yoxdur da, bir dənə list var. Və mən bu listin stringinin flat map'ini çağırmaq istəyirəm. Burada biz nə edə bilərik? Yəni bunu biz necə istifadə edə bilərik? O mənə maraqlıdır. Ona görə də məcbur narazılıq çəkib gedəcəm. How can I use flat map here? Flat map'ı burada necə istifadə edə bilərəm? Keçdi bu yenə ikinci, ikincini yaratmadı da. Klası verdi. Aha. Ha, gözəl. Pakizə. Başa düşdüm. Malades. Olsun. Ola bilər, bəli. Mən başa düşdüm valla, siz də başa düşdünüzmü? Studentin məsəl üçün teacherləri var. İndi kursları yazıb teacher, bizdə teacherlər var da. Studentin teacherləri var. Sən studentlər üzərində yox, studentlərin nələrininsə üzərində iş görmək istəyirsən. Beləliklə, flat map deyib studentin o nələrinsə dediyin streamlərini götürürsən, bunun
sonunda, yəni bu məqamda artıq sənə bir kurslar ya da ki müəllimlər strimi gəlir. Ondan sonra deyə bilərsən. Məsələn, gəl yazaq da məsələnlə getməyək, gəl yazaq. Nəyi istifadə eləyək? Məsələn, studentin içinə gəl bir dənə e, DTO-nu silək, DTO lazım deyil. Bir dənə teacher yaradaq. Yox. Teacher entity yaradaq. Əla. Gərək bunun üçün bir dənə private list teachers deyək və bu teachers-i set eləyə bilək. Özüm eləyəcəm. Set getdən falan yazdım. İndi bax, bunları yaratmışıq, düzdür? Gəl elə konstruktor ataq da onda. Və müəllimi adı soyadı və konstruktorda yerindəcə verəcəm. Erase as list new teacher entity bir əla Mr. Smith cırt-pırt yazdı. Bir dənə də erase as list yazmayarsan. Niyə yazsan ki? Niyə yazsan? Zülüm ver də mənə. Niyə yazasan ki? Yaz da. Ha, buna da bir dənə yazdıraq. Əla. Beləliklə mən bu tələbələrin üstündə yox, müəllimlərinin üstündə işləmək istəyirəm. Gəlirəm buna deyirəm ki s.getTeachers.stream. Hətta mən bunu belə də deyə bilərəm, mən bilən. S. Düşün bir dənə. Student entity getTeachers desəm. Yox, icazə vermədi. Halbuki getTeachers stream, ha da getTeachers birbaşa stream qaytarmır axı ona görə. Birbaşa stream qaytarsaydı bəlkə olardı. Gəl bir dənə özüm qəsdən yazıram ki, şey olsun. Yəni bayaqki nümunəyə bənzəsin. Baba. İndi buna bax. Get teachers stream. Və məsəl üçün mən burada string deyəcəm. Sonra mən buna bir dənə map deyəcəm. Sonra teacherlərin neyini əlaçı. Bax. Student entity-nin teacher stream dedim. 2 nöqtə qoyub klassın adını yazıb çağıra bilirəm. Niyə? Get teacher stream statik deyil, obyektə aiddir. Və məhz içəriyə göndərdiyim elə student entity-nin obyektin üzərində işləyir deyə mən onun get teacher streamini çağıra bilirəm. Və bu geriyə stream qaytarır. Müəllimlərin hamısının streamlərini cəmləyir və bu məqamdan sonra, yəni bu məqamdan sonra mən artıq burada kiminlə ünsiyyətdəyəm? Artıq student entity listi ilə, stream ilə yox, teacher entity stream ilə ünsiyyətdəyəm. Və deyirəm, hətta burada görə də bilərsiniz. İçəriyə baxın. Bax, main teacher. Streami göstərmir. Yox, flat map'də göstərir bəlkə. Flat map'də return elədiyinə baxın, bu imkan verir onu göstərim. Return elədiyinə baxın, sağ tərəfdə stream main teacher entity. Return elədiyi stream artıq teacher entity streamidir. Və beləliklə aşağıda map deyəndə mən teacherləri map eləyirəm. Hər bir teacherin name'ini götürürəm. Yəni mappingə verirəm. Map zaten nə deməkdir? Şey deməkdir. Yəni bir şeyi digər şeyi dəyişmək anlamına gəlir də. A-nı B-yə map eləyirsən. A-nı B-yə, C-ni D-yə və s. İndi hər bir teacher entity-ni stringə map eləyir. To list deyəndə artıq müəllimlərin name'lərinin listi yaranmış olur. İndi bunu bu cürə yox, indi bu cürə ona görə elədim ki, görəsiniz ki, bəs statik olmasa da çağıra bilirəm də, bayaqki nümunəyə qayıdıram. S, yəni student, S nöqtə get teachers nöqtə stream. Streamləri cəmlədi. Bundan sonra artıq müəllimlər streamindəyəm. Map dedik. Müəllimlərin adlarını və list dedik, listə çevirdik. Good. Sual varsa buyurun. Yoxdursa flat map'i də bilmiş olduq. Bir dənə reduce-a da baxaq. Burada bir dənə bir şey var, onu deyəcəm maraq üçün. Bilavasitə maraq üçün də əslində bu. Bunu hətta mən kursdan silə də bilərəm, amma yəni göstərəcəm yaxşı. Reduce-a bir dənə baxaq. Reduce da bir şeyləri cəmləyib, indi məsəl üçün ID-lərdir də, fərz eləyək ki, ID-lər yaş kimi fikirləşin uşaqlar, yaş kimi. Çünki təzədən bir dənə yaş şeyi yaratmaq istəmirəm də. Bax, reduce deyirəm, qəbul elədiyi şeyə baxın, binary operator qəbul eləyir və yaxud string, deməli, entity-ni verirsən və binary operatoru verirsən.
Gəl bundan gedək. Binar operator. Binar operator nə qəbul edir? Bir funksiona gedir, çıxır. Bir funksiyonda 2 dənə element qəbul edir. 2 dənə element qəbul edir və nəticə verir. Biz nə etməliyik? Bir dənə S1, student 1, bir dənə də student 2. Geriyə qaytarır. S1 nöqtə get ID, fərz elə ki get age, S2 nöqtə get ID. Və nə istəyirsən? Okey. Okey, bir dənə düşünüm. Bu nə var? Bu hər bir entitini götürür və bunlardan yekun bir entity düzəldir. Yekun bir entity düzəldir. Amma iminlə studentdə o qədər mənasızdır ki bu. Çünki yekunda sən studentin nəyini dəyişə bilər, heç nəyi dəyişə bilmərsən axı. Heç nəyi dəyişə bilmərsən. 2 dənə student entity getirir. Bir daha mən bunu age-ə qayıtmalıyım. Çünki məntiqsiz kod olanda başa düşməkdə çətin olacaq. Age-ə qayıtmalıyam məcburam. Getir setter lazımdırmı? Lazımdır. Getir setter düzəldək. Konstruktora gələn müəllimləri qalsın, qalmasın. Müəllimlər lazım deyil. Ondan keçdik şey. Name age. Tamam. Müəllimləri sil getsin. Age ver bir dənə. Okay. Okay. S1 götürür. New student entity deyir. Məsələn, S1 ilə S2-nin ID-sini toplayacağım. Tutaq ki, S1-in name ilə S2-nin name-ini toplayacağım, yəni birləşdirəcəm və age-lərdə birləşdirəcəm. Yekunda o reduce azaltmaq deməkdir. Yəni bu azaltmağı nə kimi başa düşə bilərsiniz? Cəm halına gətirmək. Yəni toplamaq mənada cəm halına yox ha. Vahid hala gətirmək. Belə başa düşə bilərsiniz. Başa düşə bilərsiniz yox, o cürədir. Axırda da get deyirsən. S1 S2-ni götürür. S1 S2 nə deməkdir? Məsələn, burada 4 dənə element olsun. Lap 5 dənə element olsun. S1 ilə S2-ni götürür. Bu ikisindən operation nəticəsində əmələ gəlir. Düzdür, yaşlar cəmlənir, ID-lər cəmlənir. Bu ikisindən əmələ gələn növbəti S1 olur. Sonra bunun cəmi ilə bunu eyni əməliyyata salır. S1, S2. Bundan əmələ gəlir. S1, yəni bundan vahid təzə bir dənə student entity əmələ gəlir də. S1, S2. Bununla bunu əməliyyata saldı, təzədən bir dənə S1 əmələ gəldi. Sonra bununla, bu S1-lə bu S2-ni əməliyyata saldı. Və yekunda vahid bir dənə S1 əmələ gəldi. Studentdə çox mənasız oldu açığı. Amma elə bir şey olsa ki, məsələn, stringdə mənalıdır məsələn. Bunu bir dənə yazaq görək, stringdə mənalıdır. Stringdə məsələn nə qara bilərsən? Stringdə məsələn uppercase eləyib birləşdirib yekun nəticəyə çala bilərsən. Ya da hamısını deməli, məsəl üçün tire ilə birləşdirib vahid string əldə edə bilərsən. İndi məsələn bir dənə bunu bura bir dənə istimal print line azaddan qoyaq. Bax, SS-ə baxın, SS-in içinə bax. Fikir verin, name'lər birləşib. ID-lər cəm olub. Yəni bunların cəmi. Age-ə bax, cəm olub. Düz. İndi gəl bu da bu nümunəni daha mənalı bir kodun üstündə yazaq. List, string, integer də ola bilərdi. Names olsun. Mən bu namesləri reduce elətdirəcəm.
Bu name'ləri e, məsəl üçün tire ilə birləşdirib axırda string əldə edəcəm və əla. Bu məntiqli koddur. Bax, gördün? John, Jane, Jack, Jill. Niyə? Bunun əməliyyata saldı, nəticə aldı. Bununla bunu əməliyyata saldı, nəticə aldı. Bununla bunu əməliyyata saldı, nəticə aldı. Bu S1 ilə S2 söhbətini tuta bilirsiniz. Yəni bu S1 hər dəfə birinci dəfə John'dur, ikinci dəfə John Tre Jane'dir, üçüncü dəfə John Tre Jane Jack'dir. S2 isə belə baxaq, bir-bir deyirəm, bax. Birincidə John'dur, bu Jane'dir. İkincidə bu John Tre Jane'dir, bu Jack'dir. Üçüncüdə bu John Tre Jane Tre Jack'dir. Bu isə Jill'dir. Dördüncüdə bu John, Jane, Jack, Jill'dir. Bu isə nulldur. Artıq nullda da partlamır, yəni proses dayanır. Linked listəki head and tail kimi. No. Burada elə deyil, yox. Burada elə deyil. Burada hər dəfə birləşdirir. Elə bil ki, bir dənə adam dayanır. O adama hər dəfə 2 dənə nəsə gətirirsən. Verdin onları, birləşdirdi, qoydu qırağa. Sonra sən başqa bir şey gətirəndə, o birləşdirdiyi ilə sən ona təzə gətirdiyi birləşdirir. Və bu qaydada yəni input hər dəfə cəmlənir, birləşir. Amma indi mən burada elə hey birləşdirmə elədim. Birləşdirmə olmaya da bilərdi də bu. Bu başqa bir şey də ola bilərdi. Nə bilim bu nə bilim reduce-da tutaq ki, bir dənə yazaq görək məntiqli nədir. Mən açıq aktiv istifadə etməmişəm reduce-u. Ümumiyyətlə məsələn yadıma salmağa çalışıram. Praktikada reduce istifadə etməli olduğum məqam gəlməyib. Gözümün qabağına gəlmir yəni elə bir şey. Bunu indi burada əslində izah edəcəm onu. Bunu ən çox yəni bu flat mapdir, flat map yox. Reduce'dur məsələn. Bunu ən çox istifadə edən şeylər big data üzərində işləyənlər olur. Gəlin Spark'a keçəm, elə orada nümunəsini görəcəyik. Mən buradan qoyuram, indi danışıram haqqında. Bu söhbət var ha, bu metod referans olsun, sonra reduce olsun, map olsun, flat map olsun. Bunlar sizin gözünüzə hal-hazırda estetika kimi görsənir. Yəni görüb deyirsiniz ki, onsuz da mən bu kodu yaza bilirdim də. İndiyə kimi Java 8-siz gəlmiş idi onsuz da. Elə düşünürsünüz ki, estetika. Amma estetika deyil uşaqlar. Kodu birazcık dala verim. Bunun kökü çox maraqlı bir yerə gedir çıxır. O qədər maraqlı bir, o qədər vacib bir yerə gedir çıxır ki. Mən bunu özüm də bilmirdim. Elə hey elə bilirdim estetikadır. Sonradan bir dəfə Spark-la maraqlandım. Big Data ilə maraqlandım da. Big Data zamanı gördüm ki, yox, burada əməlli başlı iş gedir. Bax, burada yazmış olduğunuz məsələn map var ha. Ya da bayaqçı reduce var ha. Bax, bu funksiya sadəcə indi burada mapping deyil də. Sən bura, çünki for için içində başqa şey də ata bilirdi yaxı. For için içində biz tutaq ki, sistema printline yazdıqsa, sən bura başqa şey də ata bilərsən. Məsələn, hesabla da ata bilərsən. Bir şeyləri hesablamaq üçün funksiya da göndərə bilərsən. Və fərz elə ki, bu tərəfdəki data 100 dənə, 1000 dənə deyil, milyon dənə, trilyon dənə datadır. Və fərz elə ki, bu data gəlir, elə hey gəlir. TCP ilə zatla qoşmusan bura, elə hey data gəlir. Sənin bu stream anlayışın buradakı halda çox cılız qalır. Amma elə hey qıraqdan data gəlsə, bu stream çox mənalıdır. Təsəvvür elə, neçə dənə yerdən data gəlir sənə. Part-apart data gəlir. Və sən bura göndərmirsən ki, məsələn, gir bu adamın şəxsi məlumatları arasından nələrisə tap çıxart, bunun kredit borcunu və s. hesabla tutaq ki. Və hər bir adam üçün bunları edirsən. Bir dənə kompüterin gücü buna çatmaz ki, gör neçə dənə datadan söhbət gedir. Bu metod referans əvvəllər yox idi. Java'ya sonradan gəldi, sırf bu big data aləmi belə gələndən sonra. Sən Spark istifadə edəndə Spark özü də JVM dilidir. Yəni Java'nın kodları Sparkda, Spark'ın kodları Java'da dəstəklənir. Nə baş verir? Bura baxın. Çox gözəl. Spark Configuration deyə bir şey var. Bu özündə fərqli kompüterlərdən gələn informasiyaları saxlaya bilir.
Sən gəlib burada, məsəl üçün flat map deyirsən və burada proses göndərirsən ki, məsəl üçün boşluğa görə split elə, mənə təzədən data göndər və s. Həmin bu prosesi bu configuration'a qoşulan bütün kompüterlərə göndərə bilir. O kompüterlərin hamısı sənin metodu icra edə bilir. Və oradan sənə nəticə verib, sən o nəticəni burada əldə edə bilirsən. Və ondan sonra artıq bunun üçün üzərində başqa-başqa işlər görə bilirsən. Çox belə lazımlı bir şeydir. Mən bunu aslında ChatGPT ilə biraz daha da dərinə girə bilərik, amma məncə gözümüzün qabağındakı kod kifayət eləyir. Əvvəllər məsəl üçün Java-da həmin kodu yazmaq istəyəndə obyekt düzəldirdilər, yəni implementasiyasını düzəldirdilər və s. Və o implementasiyanı göndərirdilər ki, qarşı tərəf onu execute eləsin. Amma indiki halda artıq metod referans anlayışı var, flat map anlayışı var və s. Qarşı tərəfdə də dəstəklənir o, bu tərəfdə də dəstəklənir və yəni bu proqram hər iki tərəfli işləyir də, orada da işləyir, burada da işləyir. Və sən execute deyəndə sənin gözü burada master deyir. Yəni elə bil əsas kompüter hansıdır? Lokaldır. İndi bura mən qoşmamışam da, yəni mən bir neçə kompüteri qoşmamışam, amma araşdırmışam ki, bir neçə kompüteri qoşmaq olar və s. Bir saniyə. Belə yazaq da. Özümə də maraqlıdır. Amma yəni inanmıram ki, mən indidən sonra bundan işləyim, amma baxaq. Məsəl üçün how can I use məsəl üçün map, flat map in multiple how can I use you, how can I execute process, yəni icra edə bilərəm, proses icra edə bilərəm. Map, flat map, etc. in multiple computers by using Spark. Can you write me a simple sample? Sadə nümunə yaza bilərsən mi? Distributing data processing. Görürsünüz bu nə demək? Distributing, parçalanmış. Yəni fərqli-fərqli kompüterlərdə, fərqli-fərqli maşınlarda datanı proses etmək üçün istifadə olunur. Və bu map, flat map, filter kökü odur. Ona görə gəlib. Yəni amma biz Javaçılar, Sparkda big data ilə işləməyən Javaçılar bunu sırf estetika üçün istifadə edirik. Burada məsəl üçün master verib. İndi məsələn mən buna deyəcəm ki, sən ancaq master kompüteri vermisən. Elə ki bura məsəl üçün bir neçə kompüterə qoş, nümunə kimi verəcəm. Flat map deyir, lines deyir, parallelize. Parallelize. Görürsünüz bu söhbət parallelize. Yəni bunun üzərində, bu Java RDD-nin üzərində iş görəcəm. İş görəcəm. Amma mənim bu yazdığım kodu parallelize verib deyə və Java RDD özündə parallelize implementasiyasını daşıyırdı. Sən bu kodu öz kompüterində bir dəfə yazasan, amma o kimləri calamsansa bunu orada proses eləyəcək. Və buradakı data lazı da azdır da, amma məsəl üçün indi şey demək olar, ChatGPT demək olar ki, elə ki, məsəl üçün mənim bu datam hardansa gəlsin. Bax, yazıb özü bura yazıb bax. Məsələn, Amazonun S3 paketi var. Oradan deyir data gələ bilərdi. Hansısa bir HDFS-dən data gələ bilər. İndi lap bura yazmaq olar. Yazmaq olar dedim mənasızdır. Tutaq ki, yazdın. Onsuz da kodran eləmirsən ki. S3 nədir də? Məsəl üçün yekə bir dənə serverdir. İçində terabaytlarla informasiya var da. Amma nə etmək olar? Bura yazmaq olar ki, məsələn S3-dən datanı nətər götürərdin? Onun kodunu yazsın bir dənə. Okey, eləmək olar. Oradan məsələn part-apart data gəlir. Amma parallelize olaraq sənin cari kompüterin gələn informasiya ilə əlləşmir. Və zaten heç mümkün deyil, çünki sənin RAM-ın da olar. Lap tutaq ki, deyirsən ki, hamısını mən götürürəm. Nətər götürürsən? RAM-ın da olacaq axı. Hə. Və burada yazmış olduğun kod flat map, map, filter, nə bilim map to pair, nə yazırsansa, hamısı qoşulmuş bütün kompüterlərə göndərilir. Bütün bu referanslar göndərilir ora. Və onlar bu datanı öz aralarında parçalayaraq sənin vermiş olduğun metodları orada tətbiq edirlər. Məsələn, reduce, burada mənalıdır. Görürsən, bu ağarır, bu götürür, toplayır. Mövcud olan bütün sözlərin uzunluğunu toplamaq funksiyası yazırsan. Rahat funksiya deyil.
Trilyonlarla data üzərində işləyəndə rahat funksiya deyil. Filan bazada neçə simvol var? Nətər tapasan ki? O terabaytlarla datadır, sən onu nətər tapasan? Hə, mümkün deyil yəni. Yəni çox lazımlı bir şeydir ha. Yəni amma yəni bizim kodumuzda və ümumiyyətlə bir təkrar edirəm də Big Data ilə istifadə etməyən Javaçılar bunu estetika üçün istifadə edir. Səhərdən mən sizə dərs keçirəm, elə bilirsiniz ki, estetikadır da. Amma yox, estetika üçün deyil. Gəl yazaq. How can I how can I set multiple machines in this code? Bu kodda bir neçə maşını necə qoşa bilərəm? Install etmədə kodu yaz da, bir kəlmə kodu yaz. Kod istəyirəm. Kaş deyərdim ki, ancaq kod istəyirəm. Master IP-ni verirsən. Cluster deyə bir şey var. Cluster nə demək uşaqlar? Cluster bir neçə serveri özündə cəmləyən nə deyim, şəbəkəyə mi deyilir deyim, yoxsa serverə mi deyil? Sən sadəcə olaraq clusteri verirsən və o özündə bir neçə şeyi daşıyır. İndi bu nə deyir burada? Burada izah edir birazcıq. İzah edir ki, Spark-ı yüklə deyir. Hə, Spark özü deməli şeydir, serverdir. Ona görə ha, Hadoop server. Bu Hadoop server nə qarır? Sən bir dənə serverə qoşursan bu Hadoop-u, məsələn bir dənə kompüterə qoşursan, server dedim kompüterdə. Bir dənə kompüterə qoşursan və bu Hadoop serverin özündə nastroyk edirsən ki, yəni bunun özünə deyirsən ki, sənin bu serverlərin var. Master var, bir də slave var. Slave köməkçi, Slavia yazılır, Slavia. Slave köməkçi maşınlardır. Master isə əsas maşındır. Sən sadəcə olaraq burada master maşının adını çəkirsən. Hansı ki bu içində Hadoop server var və o slave'ləri idarə eləyir. Sən komanda ancaq buna göndərirsən, onun ehtiyacı varsa o slave'ləri işə salır ki, mənim gücüm çatmır, siz işləyin. Siz də qoşulun prosesə. Ləzzətli bir şeydir uşaqlar. Yəni mən bilirəm ki, yəni Big Data istifadəçilər bundan istifadə edir. Vaxtı ilə nə bilim, vaxtı ilə nətər oldu mən bundan maraqlandım. Trend yaranmışdı da, trend yaranmışdı. Deyirdilər ki, məsəl üçün bazarda Big Data-nı bilənlərə ehtiyac var və s. Mən də dedim görüm necə bir şeydir. E, Həyəcan verici bir şeydir, amma e, data ilə nəsə işləmək bir cür gəlir mənə. Yəni onsuz da gözümüzün qabağında bir şey yoxdur. Yəni vizual olaraq bir dənə HTML görürük də. Data ilə işləyəndə vəbşə heç nə görmürsən də. Elə hey dalda qalırsan. Elə hey nə bilim hansısa faylı açarsan içindəki tekstə baxasan. Nə bilim hansısa serverdən bir şey gələcək, onun üzərində işləyəsən. Bir nəticəni heç vaxt görməyəsən də izah edə bilirəm. Eləncə olanda adam daha da belə sıxılmağa doğru gedir. Biraz da sıxılırsan ki, yəni gördüyüm şey heç kəs görmür. Elə bir dənə özüməm. Eee, Bilmirəm, yəni amma yenə də marağı olanlar da var. Data bunun məsəl üçün şeyi var. Datanın bir neçə mərhələsi var da. Biri var datanın toplanması, sonra datanın çirkli datalardan təmizlənməsi. Tutaq ki, sən ancaq adı soyadı istəyirsən, amma bir qıraqdan datalar gəlir. Baxırsan ki, nə bilim, yaş da gəlir, e-mail də gəlir, o da gəlir, bu da gəlir. Sən onları gəlib təmizləyəsən. Ya da ki, ad gəlir, amma bəzilərində boş gəlir, bəzilərində dolu gəlir, bəzilərində ad səhv gəlir. Məsəl üçün də adam adını səhv yazıb, nə bilim, soyadını adının yerinə yazıb. Məsələn, ya da ki, yaşını adının yerinə yazıb. Bu tip şeylər, yəni datanın təmizlənməsi. Ondan sonra gəlir hocam bunun analitikasının çıxardılması və s. Hocam analitikasının çıxardıla bilməsi üçün bu işə düşür. Burada siz master slave və s. qoşmalısınız. Belə. Görürsüz Java necə vacib bir şeydir, necə güclü bir şeydir. Yəni bu keçdiklərimiz də əslində baxsaz dünyanın hansısa bir yerində faciəvi belə böyük datalarla işləyən insanlar var ki, bunları istifadə edirlər. Sual var? Yoxdur. Davay. Allah amanda. Gecəniz xeyrə. Bay bay. Verə qarşıma. Ölüb, Elvin ölüb. Davay. Yo, ölməmişəm. Diriyəm. Baya qarşıma ölüb. Bir əldən yad adamam. Davay, Elvin, davay. Sağ olun. Ha. Sağ olun.